Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Hər birinizi xoş gördük. Sınaq 26-nın izahına baxırıq situasiya test bankımızdan. Birinci sualımızda deyilir: müəllim bahar mövzusunu tədris edir. Bu məqsədlə o sinifə bağdan toplanmış çiçəklər, qızıl güllər və yarpaqlar gətirir. Sonra şagirdlərə bunlara baxıb baharı hissləri ilə hiss etməyi və keçirdikləri hisslərə uyğun yaz mövzulu lövhə hazırlamalarını tələb edir. Tapşırıq şagirdlərdə hansı intellekt tərzinin inkişafına yönəlib? Təbii ki, gördüyünüz kimi mövzu bahar mövzusudur. Bağdan çiçəklər toplanıb, qızıl güllər, yarpaqlar gətirilib və bu bahar belə deyək də vaxtında uşaqların hansı hissləri keçirdikləri, onların təəssüratları soruşulur. Təbii ki, bu deməli naturalistik intellekt növünün xoşuna gələcək bir fəaliyyətdir. Çünki onlar təbiəti çox sevirlər. Cavab C bəndə olacaq. İkinci sualımızda deyilir: İmtahan öncəsi müəllimlə şagird arasında keçən dialoq. Şagirdlər arasında deyək. Şagird deyir: müəllim, imtahan vaxtı biz istər-istəməz yoldaşımızın kağızına baxmalıyıq. Müəllim deyir: bəli, bilirəm. Bu səbəbdən imtahanlarınızı verərkən hər sırada bir şagirdin oturmasını təmin edəcəm. Şagird deyir: bu halda biz irəliyə bax deyirik. Siz xəbərdar etməli olmayacaqsınız. Müəllim deyir: bəli, belə bir təcrübə mənim sizə yönəltdiyim reaksiyaları azaldacaq. Verilmiş dialoq haqqında verilənlərdən hansı doğrudur? Məlum məsələ dialoqdan görsənir ki, şagirdin sualına müəllim çox hazırlıqlı şəkildə cavab verir. Yəni uşaq deyəndə ki, bəs müəllim biz belə edirik. Müəllim də deyir ki, yəni əvvəlcədən mən bunu planlaşdırmışam. Ay şagird, ona görə də bu problem yaşanmayacaq. Deməli, burada müəllim proaktiv müəllimdir. Proaktiv müəllim nə idi? Əvvəlcədən planı, qaydası, qanunu olan müəllim. Cavab A bəndi. Digər variantlara baxsaq, B-də deyir ki, müəllim qaydaları hazırlayarkən şagirdlərlə birgə hazırlayır. Əvvəlcədən hazırlayıb müəllim və bu qayda deyil, prosedurdur. İşin gedişatında nəyi necə edəcəklərini əvvəlcədən planlaşdırıb müəllim. Ona görə B bəndi yanlışdır. Şagird müəllimə köçürmə halının qarşısını almaq üçün yol göstərir. Şagird yol göstərmir. Sadəcə fikir bildirir. Müəllim deyir ki, mən özüm hazırlamışam. Ona görə də şagird yol göstərir fikri yanlışdır. Müəllim demokratik olsa da imtahan vaxtı avtoritar olur. Xeyr, elə bu demokratik yanaşmadır. Yəni əvvəlcədən plana, qaydanın, qanunun olması avtoritar sayılmır, elə demokratik sayılır. Bəzən insanlar demokratiya anlayışını səhv başa düşürlər. Bununla bağlı bu yaxınlarda bir podkastımız olub, orada onu təqdim eləyəcəm. Mütləq baxarsınız. Müəllim qiymətləndirmədə uyğunluğu təmin etmək üçün bu addımı atır. Qiymətləndirmədə uyğunluq odur ki, müəllim mövzunu keçir, sonra keçdiyi mövzuya uyğun suallar salır. Amma burada söhbət qiymətləndirmədəki uyğunluqdan yox, şagirdlərin davranışlarını idarə etməkdən gedir. Buna görə də prosedurlar, qaydalar, gözləntilərdən danışırıq biz. Cavab E bəndidə olmayacaq. A bəndi oldu. İkinci sualda cavabımız. Üçüncü suala baxaq. Müəllim şagirdlərə ağıllarında olan bir təklifi demələrini istədi. Alparslan sinif yoldaşlarına bitki və heyvanları qorumağı təklif etdi. Şagirdin akademik göstəricisi zəif olduğu üçün müəllim ondan belə bir təklif gözləmirdi. Deyir, verilənlərdən hansı müəllimin yanlışa yol verdiyini göstərir. Müəllim şagirdlərə istiqamət vermədiyi üçün onlar mövzudan kənar təklif səsləndirirlər. Birincisi, situasiyada nə deyirdi bizə? Deyirdi ki, şagirdlərə ağıllarına olan bir təklif demələrini istədi müəllim. Alparslan sinif yoldaşlarına bitki və heyvanları qorumağı təklif etdi. Şagirdin akademik göstəricisi zəif olduğu üçün müəllim ondan belə bir təklif gözləmirdi. A bəndi olmayacaq cavabımız. Çünki müəllimin yanlışa yol verdiyini göstərmir bu. Müəllimin düşüncəsindədir yanlışlıq. Amma burada deyir ki, müəllim şagirdə istiqamət vermədiyi üçün kənar təklif səsləndirildi, yanlışdır. Və ümumiyyətlə kənar təklif səsləndirilmədi. Şagird yaxşı da bir təklif irəli sürdü orada. Ona görə A bəndi olmayacaq. B-də deyir, müəllim şagirdlərin rasional zəkasının onların daha dolğun və yaradıcı fikir ifadə etməsi ilə sıx bağlı olduğunu düşünür. Bəli, baxın, bu düzgün bir fikirdir. Müəllim orada nə deyirdi son cümlədə? Şagirdin akademik göstəricisi zəif olduğu üçün müəllim ondan belə bir təklif gözləmirdi. Yəni, müəllim uşaqların akademik göstəricisinə görə, rasional təfəkkürünə görə onlara yanaşır. Bəzən deyirlər, belə bir atalar sözü var, deyirlər ki, dəlidən doğru xəbər, misalı. Müəllim də belə baxır ki, bu uşaq axı belə fikir bildirən deyildir, necə oldu? Və deməli, burada müəllimin yanaşması səhvdir.
Müəllim bilməlidir ki, akademik göstərisi zəif olsa belə bu uşağın düşüncə tərzi var, fikir təklif irəli sürə bilər. Bəlkə elə bir fikir irəli sürə bilər ki, heç akademik göstərisi yüksək olan şagirdlər belə bir fikir bildirə bilməzdilər. Buna görə də yalnız rasional, akademik göstəricilərə köklənmək lazım deyil tədrisdə. Emosional zəka önəmlidir. Cavab B bəndi olacaq. C-də deyir, şagird universal etik prinsipinə malikdir. Yəni, universal etik prinsipi bilir ki, ən yüksək mənəvi dəyərdir. Ali göstəricidir. Burada şagirdin bitki və heyvanları qorumağı təklif eləməsi şagirdin ola bilər ki, yüksək etik göstəricilərə sahib olduğunu göstərsin. Amma burada söhbət nədən gedir? Müəllimin yanlışa yol verdiyi situasiyadan. B bəndi deməli C bəndi şagirdlə bağlıdır. Biz müəllimin səhvini axtarırıq. C şagirdlə bağlı deyə silirik. D. Şagird emosional taksonomiyanın xarakter etmə mərhələsindədir. Yenə şagirddən danışır. Bunu da silirik. Şagirdlə bağlı olanlar bizim situasiyamızın cavabı ola bilməz. Ona görə D-ni də silirik. Müəllim şagirdlərin emosional zəkasının akademik göstəricinin asılı olmadığını düşünür. Müəllimin düşüncəsi belədirmi? Yox, təbii ki. Müəllim sadəcə rasional zəkanı daha öndə görür. Ona görə düşünmür ki, uşaq belə bir fikri bildirə bilər. E bəndi də əsassızdır. 4-cü sual. Müəllim şagirdlərə təbii həyat və nəsli kəsilməkdə olan canlılar haqqında sənədli film hazırlamağı tapşırdı. Tapşırıq psixomotor taksonomiyanın hansı mərhələsinə əsaslanır? Baxın, deyir ki, müəllim neynədi? Təbii həyat və nəsli kəsilməkdə olan canlılar haqqında sənədli film. Şagirdlər gedib film hazırlayacaq. Nəsə video hazırlamaq, nə bilim, nəsə çarx düzəltmək, hazırlamaq, düzəltmək, yaratmaq. Bunlar hamısı artikulyasiya mərhələsi idi emosional taksonomiyada. Cavab D variantı. Bilirsiniz ki, emosional psixomotor sahə bunlar proqramdan çıxarılıb. Ona görə mən bunları yeni qruplarda o qədər geniş keçmirəm. Sadəcə deyirəm ki, müəllimlər oxuyarsınız. Bu da bizim kitabda bu sual olduğuna görə, amma izahını verirəm ki, bilin ki, söhbət nədən gedir. 5-ci sual. Müəllim tənəffüs zamanı müşahidə edir ki, şagirdlərdən biri dəhlizdəki gülləri mütəmadi olaraq suluyur. Şagirdin fəaliyyətinə əsasən müəllim şagird haqqında özü fikir formalaşdırır. Şagirdin fəaliyyətinə özü fikir formalaşdırır. Müəllimin şagird haqqında düşüncələrinə cədvələ əsasən verilən doğru olanı müəyyən edin. Şagirdin fəaliyyəti emosional sahənin xarakter etmə mərhələsinə aiddir. Gülləri mütəmadi suluyursa davamlı şəkildə. Deməli, bu onun xarakterinə çevrilib. Doğrudur. 1 düzdür. Deməli, doğrunun altında 1-i götürə bilərik. 2. Şagirdin fəaliyyəti onun universal etik prinsiplərinə mərhələsinə aid olduğunu göstərir. Davamlı güllərə qayğı göstərirsə, deməli, bu insanın mənəvi dəyərləri yüksək deyəcəyik. 2 də düzdür. 3. Yanlışda yanlış axtarırıq. Şagird naturalistik intellektə malikdir. Güllərə qulluq göstərirsə, bəli, naturalistikdir. Sildik 3-ü, yanlışın altında doğru götürə bilmərik. Şagird şəxsiyyətin inkişafı üçün şəxsi nümunə rolunu oynaya bilər. Bəli, şəxsi nümunə ola bilər yoldaşlarına. Ona görə də 4 də düzgün fikirdir, 4-ü də silirik. Yanlışın altında doğru götürülə bilməz. 3 ilə 4-ü siləndə cavabımız qalır. 1 və 2. Bütün variantlar doğru olduğu halda nə edirdik? 1 ilə 2-ni biz doğru cavab kimi seçirdik. Cavab C bəndi. 6-cı suala baxaq. Aylin coğrafiya dərsində müvəffəqiyyətsiz olduğu üçün dərsə laqeyd münasibət sərgiləyir. Özünə arzu olunmaz davranışlara meyilli edir. Müəllim ilə tez-tez münaqişələr yaradır. Müəllim Aylinin vəziyyətini məktəbin psixoloqu ilə danışır. Psixoloq onunla fərdi görüşür. Müsahibə zamanı Aylin mən coğrafiyanı sevmirəm. Mənə çox çətin gəlir deyir. Heç bir mövzunu başa düşmürəm. Bu fəndə uğursuz olduğumu düşünürəm deyir. Bunu nəzərə alsaq müəllim problem baş verməməsi üçün nə etməlidir? Baxın, burada diqqətli olun. Situasiyalarda problem baş verməməsi üçün nə etməlidir deyəndə bizdən yəni qabaqlayıcı tədbirləri istəyir ki, nə etməlidir müəllim və nə etməlidir? A-da deyir, müəllim Aylinə onun yerinə yetirə biləcəyi tapşırıqlar verməlidir. Bu doğru ola bilər. A bəndi qalsın. B. Müəllim Aylini müsbət davranışı mükafatlandırmalıdır. Yəni, baxın, əgər bir şagirdin bugün bir şagird coğrafiyanı sevmədiyini deyirsə, mən onu hansısa müsbət davranışını mükafatlandırmağım onda motivasiya yarada bilər. Amma coğrafiyaya qarşı motivasiya yaratmadı axı. Bu yanlışdır. Ona görə B variantı olmayacaq. Müəllim Aylinin davranışında mənfi hallara diqqət etməməlidir.
niyə etməməlidir? Yəni müəllim ancaq müsbətə mi baxmalıdır? Belə bir yanaşmamız yoxdur bizim. Müəllim həm mənfi, həm müsbət tərəflərə diqqət etməlidir. C də səhvdir. Müəllim şagirdləri qrup işinə cəlb etməli, ailəyə də məsuliyyət verməlidir. Aha, yaxşı fikirdir əslində, amma konkret vurğulanmır ki, ailənin özünə məxsus bir şey verilsin, o da ona uyğun olaraq nəsə bir fəaliyyət həyata keçirilsin. Ona görə də D variantı da yanlışdır ki, qrup işiniz. Bəlkə qrup işində o özünü ifadə edə bilməyəcək. E-də deyir, müəllim ailəyə akademik inkişafı ilə bağlı rəy verməlidir. Ailəyə akademik inkişafla yox, düşüncə tərzi ilə bağlı yönətmə lazımdır. Yəni, məlum məsələ, əgər uşaq qorxur, çəkinirsə, onu həvəsləndirmək, ruhlandırmaq lazımdır bununla bağlı. E də səhvdir. Biz ailəni bəs necə ruhlandıra bilərik? Əlbəttə ki, A bəndindəki kimi. Ailəyə öz bacara biləcəyi, yerinə yetirə biləcəyi bir tapşırıq verib, ailənin bu tapşırığı yerinə yetirdikdən sonra ona həvəsləndirici rəylər verə bilərik. İşini, fəaliyyətinə uyğun, düzgün formada gələcəyə yönəlik tərifləyə bilərik. Bu halda ailəndə də həmin fənnə qarşı sevgi yaranar. Bəzən biz niyə sevmirik bir fənni? Çünki bacarmırıq, edə bilmirik, çətin gəlir. Ona görə də bacaracağımız bir şeylər versələr bizə, əlbəttə ki, bu daha səmərəli olar deyə düşünürük. A bəndi cavabımız. 7-ci sual. Müəllim sabahınız xeyir deyərək sinifə daxil oldu və stoluna tərəf gedərkən sinif otağına göz gəzdirdi ki, gəlməmiş şagird varmı? Şagirdlərdən hallarını soruşdu. Onların cavablarını dinləyərkən kitab və qələmlərini hazırladı. Sinif otağına daxil olaraq növbətçi şagirdin verdiyi sənədi götürdü. Bunu edərkən o şagirdlərdən riyaziyyat kitablarına müvafiq səhifəni açmağı xahiş etdi və problemləri birlikdə həll edəcəklərini söylədi. Yanında rəfiqəsi ilə danışan Ayselə doğru addımlayaraq, hər kəs hazırdır, hə? Soruşdu. Şagirdlər ev tapşırığını nə zaman verək müəllim deyə soruşdu. Müəllim ev tapşırığının bitmə vaxtını lövhəyə yazdığını və ona baxıb yoxlaya biləcəklərini dedi. Situasiyaya əsasən doğru olmayan fikri müəyyən edin. Situasiyadan görünür ki, müəllim sinifə daxil olduğu andan etibarən öz fəaliyyətini çox rahat şəkildə, yaxşı bir şəkildə başladır. Yəni, elə müəllim var ki, sinifə daxil olanda öz işlərini görmədən, nə bilim, kitabını, dəftərini, qələmini hazırlamadan, lövhəsini hazırlamadan birbaşa başlayır uşaqlarına söhbət eləməyə. Bu da vaxt itkisinə gətirib çıxarır. Bir 5 dəqiqə, 10 dəqiqə vaxt gedir. Ondansa ən yaxşı variant nədir? Müəllim dəftərini, kitabını hazırlaya, lazımi şeyləri uşaqlardan soruşur, vaxt itkisinə yol vermir. Gördüyünüz kimi bu müəllim də burada vaxt itkisinə yol vermir. Soruşacağı şeyləri öz ləvazimatlarını hazırlaya edir. Gör ki, uşaqlar aralarında danışır, yəni müəllimi dinləmir. Gəlin onlara tərəf ki, hazırsınızmı uşaqlar? Yəni mənə diqqətinizi mənə cəlb eləyin. Mən sizi görürəm deyə onların fikrini dərsə cəlb eləyir. Ona görə də müəllimin bu yanaşması çox müsbət və gözəl bir yanaşmadır. Bizə deyir ki, situasiyaya əsasən doğru olmayan fikri müəyyən edin. Biz doğru olmayanı axtarırıq. Müəllim dərsi aktiv formada təşkil edir. Deyə bilərik kimi? Bəli, müəllim hər bir şey yerində edir. Müəllim dərsdə arzu olunmaz davranış edən şagirdi tədrisə maneə olmadan dərsə cəlb edir. Baxın, həmin o danışan şagirdlər, bayaqçılar. Onlara yaxınlaşdı. Hazırsınızmı deyə onları dərsə maneə olmadan cəlb elədi. Müəllim proaktiv müəllimdir. Bəli, əvvəlcədən qayda qanunu. Görürsünüz, hər bir şey planlı gedir. Müəllim sinif otağına daxil olanda qeyri-formal müşahidədən istifadə etdi. Danışa-danışa qeyri-formal şəkildə izlədi. Gördü kimlər var, kimlər yox. Bu da düzdür. E bəndi yanlış olacaq. Deyir, müəllim ev tapşırığının bitmə vaxtını lövhədə yazmaqla dərsdə şagirdlərin əlavə sual verməsinin qarşısını alır. Bilirik ki, şagird yönümlü müasir pedaqoji yanaşmalarda şagirdlərin sual verməsinin qarşısını almağa çalışmırıq biz. Əksinə onlar suallarını rahat verə bilər. Həmçinin müəllimin fəaliyyətində şagirdlər yenə də suallarını rahat şəkildə verirlər. Müəllim lövhəyə yazıb vaxt, amma verirlər suallarını. Deməli, E bəndi situasiya ilə bağlı yanlış fikirdir, əlaqəsiz bir variantdır. Müəllimin lövhəyə yazması onların heç də sual verməsinin qarşısını almır. Buna görə də cavab E bəndi. 8-ci sualımıza gəlin, baxaq. Əslində sualları belə hazır şəkildə izah edib sizə göndərməyim daha səmərəlidir. Çünki bütün variantları təhlil eləməyə vaxtımız olur. Amma dərs prosesi yığcamlı olduğuna görə bəzən bütün variantları təhlil edə bilmirəm dərsdə. Bu da məni sıxışdırır ki, yəni necə deyim, özümə də xoş gəlmir ki, bəzən bəzi variantlar izahsız qalsın. 8-də deyir ki, müəllim 6A sinifində fizika fənnində gücün cisimlərə təsirini öyrədərkən futbol matçından görüntüləri ekrana proyeksiya edərək, futbolçuların güc tətbiq edərək
Topu istədikləri istiqamətə hərəkət etdirə biləcəyini izah etdi. O 6-cı sinif şagirdlərini məktəbin həyətinə aparıb qısa müddətli futbol fəaliyyəti ilə məşğul olmaqla eyni mövzunu işlədir. Sonra isə top qovarkən tətbiq olunan gücün təsirini şagirdlərinə izah edirdi. Müəllim müşahidə etdi ki, 6B sinif şagirdləri mövzunu 6A sinif şagirdlərindən daha yaxşı başa düşüblər. Verilənlərdən hansı 6B sinif şagirdlərinin mövzunu daha yaxşı qavramasının səbəbi ola bilər? Deməli, baxaq görək hansı daha düzgün ola bilər. Fənlərarası inteqrasiya edilməsi. Məncə bu olmayacaq. Çünki burada müəllimin fənlərarası inteqrasiya edib də şagirdləri cəlb elədiyi ilə bağlı bir deyir, müəllim 6A sinifində fizika fənnində gücün cisimlərə təsirini öyrədərkən futbol maçından görüntüləri ekrana proyeksiya edərək futbolçuların güc tətbiq edib topu istədikləri şəkildə hərəkət etdirə biləcəyini izah etdi. Bu fizika ilə fiziki tərbiyə əlaqələndirilməsi düzdür. Fənlərarası inteqrasiya var. O 6-cı sinif şagirdlərini məktəbin həyətinə aparıb qısa müddətli futbol fəaliyyəti ilə məşğul olmaqla eyni mövzunu işlədir. Sonra isə top qovarkən tətbiq olunan gücün təsirini izah edirdi. Deməli 6-cı sinif şagirdlərini müəllim nə edir? Hərəkətli bir şəkildə fəaliyyətə cəlb edir. Onlar praktiki şəkildə iş icra edirlər. Praktiki icra elədiklərinə görə onların yaxşı yadında qalır məncə. Ona görə fənlərarası inteqrasiya burada uyğun olmayacaq. Müəllim müşahidə etdi ki, 6B sinif şagirdləri mövzunu 6A sinif şagirdlərinə daha yaxşı başa düşürlər. Burada 6-cı sinif yazılıb. Orada 6B yazılmalı idi. Bəli, 6B yazılmalı idi. Ona görə də orada B düşməyib düzülü sayın. 6B olacaq orada. 6A, birincidə 6A da deyirik, 6A fizika fənni. İkincidə isə 6B sinif şagirdlərin həyata aparır müəllim. Elə bil ki, belə deyim də, baxın 6A-nı müəllim deməli nə edir? 6A sinifini fizika ilə fiziki tərbiyəni əlaqələndirərək izah edir. Amma 6B sinifində aparır şagirdləri fiziki tərbiyə dərsində birbaşa hərəkəti praktiki göstərir. Aydındır? Buna görə də 6B daha yaxşı qavrayıbdır. Bizim sualımızın şərt də belədir ki, verilənlərdən hansı 6B sinif şagirdlərinin mövzunu daha yaxşı qavramasının səbəbi ola bilər? 6B niyə yaxşı qavradı? Çünki müəllim 6B-ni praktiki işə cəlb elədi. Onlar kinestetik şagirdlər idi. Ona görə praktiki onlar üçün daha uğurlu oldu. Cavab 3 olacaq yalnız. 6B sinif şagirdləri daha çox kinestetik öyrənmə tərzinə malikdir. 2 niyə səhvdir? 6B sinifin şagirdləri daha çox vizual öyrənmə. Praktiki iş vizual öyrənmə yox, kinestetik öyrənmə olduğu üçün cavab yalnız 3 olacaq. C bəndi. 9-cu sual. Aşağıda sinif qaydalarının yerinə yetirilməsi ilə bağlı müəllim şagirdlərindən aldığı bəzi şahidləri vermişdi. Birinci şagird deyir, mən barmağımı qaldıraraq danışmaq istədim. Lakin siz ülkər barmağını qaldırmadığı halda danışma hüququ verdiniz. Aha, şagirdin iradı haqlıdır. İkinci şagird deyir, qaydalar hamımız üçün eyni olmalıdır. Amma bir də görürsən ki, bəzi dostlarımız qaydalara qarşı laqeyddirlər. Bu şagird də tamamilə haqlıdır. Müvafiq olaraq müəllim sinif qaydalarını tətbiq edərkən aşağıdakılardan hansına məhəl qoymamışdır? Müəllim qaydaları tərtib edərkən obyektivliyi gözləməyib. Yəni obyektivliklə bir əlaqəsi yoxdur məncə. Bunu silək. Müəllim qaydaları prosedur vasitəsilə möhkəmləndirməyib. Yəni qayda prosedurla mı möhkəmləndirilir? Bu da yanlışdır. Lap tutalım ki, düzdür. Aha, amma burada axı biz konkret olaraq uşaqların fikirləri nədir? Deyir, bəzən görürsən ki, bəzi şagirdlər əlin qaldırmadan sual verir. Müəllim də onlara yer ayırır. Deməli, müəllimin səhvi var burada. Bu prosedurla bağlı bir səhv də olmayacaq. C-də deyir, qaydalar icra olunarkən müəllim obyektivliyi gözləməyib. Bəli, baxın. Biri var qaydalar, A ilə C-ni müqayisə eləyək. Biri var qaydaları tərtib edərkən obyektivlik gözlənməsin. Yəni o zaman qaydaları tərtib edərkən obyektiv gözlənməyib deyərdi ki, qaydalarda sıxıntı olardı. Amma sıxıntı qaydalarda deyil müəllimlər. Sıxıntı qaydaların icra olunmasındadır. Düzdürmü? Çünki bəzi şagirdlər qaydaları düzgün icra eləmir. Bu halda biz deyirik ki, qaydalar icra olunarkən müəllim obyektivliyi gözləməyib. Bəli, C variantı. Qaydaları tərtib edərkən obyektivlik yox. Qaydalar icra olunarkən obyektiv gözlənilməyib. Misal üçün mən qayda qoymuşam ki, yalnız əlini qaldıran müəllimlərə söz verəcəm. Bir də görürsən ki, öz dərsimizin buna çəkirəm. Bir də görürsən ki, kimsə əlini qaldırmadan söz dedi. Və yaxud da kimsə əlini qaldırmadan səsi asıb dedi ki, müəllim, olar mı mən cavablandırım? Mən də dedim ki, olar.
Mən artıq burada o icra olunarkən qaydanın obyektivliyini pozdum. Çünki axı mən qaydanı belə qoymamışdım. İcrası belə olmamalı idi. Düzdürmü? Ona görə də mən orada səhv eləmiş oluram artıq. Cavab C bəndi. D ilə Y-də ki, gözlənti prosedur yanlışdır. Onlarla əlaqəsi yoxdur. Söhbət qaydadan gedir. Gözlənti proseduru olan cavabları silirik. 10-cu sualımız. Müəllim ibtidai sinif şagirdləri üçün hazırladığı PowerPoint təqdimatında əyani materiallara yer vermiş və şagirdlərin diqqətini cəlb etmək üçün hər səhifə kesidində əl çalma səsindən istifadə etmişdi. Bununla belə şagirdlər məzmundan çox səsə diqqət yetirirdilər. Deməli, baxın, bu bir o qədər də uğurlu fəaliyyət olmayıb deməli. Niyə uğurlu fəaliyyət olmayıb? Uşaqların fikri məzmundan çox səsə yönəlir. Əl çalırıq. Hər səhifə keçəndə mən də əl çaldım. Hər səhifə keçəndə əl çalırıq, fikir yayınır. Buna görə də cavabımız nə olacaq? Sualın şərti nədir? Bir müəllimin yol verdiyi yanlışı müəyyən edin. A bəndi. Müəllimin istifadə etdiyi proqram şagirdlərin yaş xüsusiyyətlərinə görə uyğun deyil. Ona görə də müəllim şagirdlərin diqqətini cəlb edə bilmir. Yox, proqramın xüsusiyyəti ilə bağlı heç bir problemimiz yoxdur bizim. Ona görə də deməli A bəndi olmayacaq. B bəndi. Müəllim şagirdlərin diqqətini cəlb etmək üçün yanlış texnika seçib. Bayaq dedimmi? Yanlış texnika seçib. Bəli. Çünki axı əl çalanda uşaqların fikri yayınır. Hər səhifə keçidində əl çalsaq fikri yayınır. Ona görə cavab B bəndi olacaq. C. Müəllim nə vaxt belə eləyə bilər? Görək uşaqlar çox sıxılır, sıxıcı keçir dərs, nə bilim hərəkətsizdirlər. Onda belə bir texnikadan istifadə eləyə bilər. Amma hal-hazırda üçün uğurlu deyil. Vaxtını, zamanını düz seçməyibdir. Deyir, müəllim sinifdə yalnız vizual öyrənmə təzəmə şairlər nəzərə alıb, bu da yanlışdır, yəni əlaqəsiz cavabdır. Buna görədirmi, yəni problem? Yox, təbii ki. Müəllim şagirdlərin diqqətini cəlb edərkən məkan vizual intellektdə malik şairlər nəzərə almayıb. Buna görədirmi problem? Yox, təbii ki. Yəni səbəb bu ola bilməz axı. E bəndi. Dərs prosesində şairin aktiv iştirakı təmin olunmayıb. Bunu da deyə bilmərik. Müəllim dərsini gül kimi keçir, sadəcə fikir yayınıqlığı yaranır. Niyə? Çünki texnika uğurlu olmayıb. Cavab sadəcə B variantı. 11. Orxan oxumağı sevən, lakin yazmağı sevməyən şagirddir. Təxəyyülü yaxşı inkişaf etmiş bu şagirdin müəllimi təkidlə ondan oxuduğu hekayələri dəftərinə yazaraq ümumiləşdirməsini xahiş edir. Orxan müəllimin təkidindən sonra yazmağa başlayır. Situasiyaya əsasən müəllim şagirdə hansı öyrənmə tərzini inkişaf etdirir? Məlum məsələ oxuyub yazaraq. Yəni deyir ki, oxu, yaz, qeyd götür. Sualın içində elə cavab gizlənib. Cavab deməlidir. 12. Müəllim şagirdlərlə nüvə enerjisi ilə bağlı eksperimentin aparılmasını və onun nəticələrini daha yaxşı başa düşmək üçün özlərinin prosesin aktiv iştirakçısı olmasını təmin edir. Situasiya şagirdlərdə idrak taksonomiyasının hansı mərhələsinin inkişafına əsaslanır. Məlum məsələ, şagirdlər özləri eksperiment aparırsa, işi icra edirsə, təbii ki, tətbiq edirlər. Şagirdlər tətbiq edərək mövzunu daha yaxşı qavrayacaqlar. Buna görə də cavab oldu, tətbiq etmək B variantı 12-də. 13. Deyir, aşağıdakılardan hansı idrak taksonomiyasının yaratmaq mərhələsinə aiddir? Məktəb resurslarından səmərə istifadə aid nümunələr deyin. Ümumiyyətlə, nümunə gətirmək anlamaq mərhələsidir. A bəndini sildik. Biz yaratmaq axtarırıq. Elektron mənbələrdən məktəb resurslarından səmərə istifadəni araşdırın. İstifadəni araşdırırlar. Necə istifadə edəcəkləri müəyyənləşdirirlər. Burada biz müxtəlif iki mərhələ düşünə bilərik. Tətbiq etmək və ən əsası təhlil etmək. Niyə? Araşdırma var çünki. B-ni də sildik. Məktəb resurslarından səmərəli istifadə üçün təkliflər verin. Bu artıq yaradıcılıqdır. Təklif verir şagirdlər. Özləri xüsusi təkliflər verəcəklərsə, yaradıcı ideyalarını ortaya qoyacaqlar. Buna görə cavab C bəndi olacaq. Məktəb resurslarından səmərəli istifadə edin. Tətbiq edildi bu sadəcə. D variantı. Məktəb resurslarından səmərəli istifadə olunub-olunmamasını qiymətləndirir. Qiymət vermək, dəyərləndirmək. E bəndi də dəyərləndirmək olacaq. Cavab C bəndi. 14. Deyir, müəllim, maddənin quruluşu və xassələri bölməsində atomun quruluşu mövzusundan öyrənmə çatışmazlıqlarını üzə çıxarmaq üçün şagirdlərinə test tətbiq etdi. Yoxlanılan bəzi tapşırıqların çətinlik dərəcələrinin son dərəcə aşağı olduğunu və hər bir şagirdin tapşırıqların 50%-dən çoxuna səhv cavab verdiyini gördükdən sonra bəzi tapşırıqları bir müddət sonra təkrarlamaq qərarına gəldi. Müəllimin istifadə etdiyi qiymətləndirmə hansıdır? Məlum məsələ, ilkin qiymətləndirmə keçirir müəllim. Öyrənmə çatışmazlıqlarını üzə çıxarmaq üçün
Burada olacaq diaqnostik qiymətləndirmə. Müəllim diaqnostik qiymətləndirmə keçirərək öz işini planlaşdırır. Cavab A bəndi. 15. Dəniz müəllim şagirdlərinə KSG yoxladı. Şagirdlərinə verdiyi KSG-ni yoxladı. Və ballarını təyin etdi. Daha sonra yoxladığı cavabları digər həmkarlarına verib təkrar yoxlatdı. Bundan sonra qiymətləri şagirdlərə oxudu. Müəllimin bu addımı atmasında məqsəd nədir? Müəllim neynədi? Deyir, şagirdlə verdiyi KSG-ni yoxladı, ballarını təyin etdi. Sonra da yoxladı cavablarını digər həmkarına verib təkrar yoxlatdı. Yəni müəllim qiymətləndirmə etibarlılığını yoxlayır da. Yəni bəlkə mən hardasa nəsə səhv eləyə bilərəm, insanam da, nəsə bəlkə səhv eləyə bilərəm, yanlış yoxlaya bilərəm. Yoldaşıma da yoxladıram ki, görüm mənim yoxlamam etibarlıdırmı? Qiymətləndirmənin etibarlılığının müəyyən edilməsidir. Cavabımız E bəndi. Bəli. 16-cı sual. Digərləri yanlış fikirlərdə 15-də testin əhatə dairəsinin yoxlanılması. Niyə əhatə dairəsini yoxladıcı müəllim? Etibarlılığın təmin et. Baxın, C ilə E. Bu yaxşı fikirdir. C ilə E, niyə C yox E? C-də deyir, testin etibarlılığın təmin edilməsi. Artıq test keçirilibdir. Etibarlılığın təmin edirmi? Yox. Etibarlığı yoxlayır hələ. Yoxlamalıdır ki, sonra təmin eləsin. Yoxlamadan necə təmin edəcəm? Bəlkə heç mən səhv eləmişəm. Yoxlayandan sonra biləcəm səhvimi düzümü və təmin etmə bundan sonra başlaya bilər artıq. Cavab E bəndi. 16. Homogen qarışıqları heterogen qarışıqlardan fərqləndirən əsas əlamətlər hansılardır? Tapşırıq biliyin hansı növünə və idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Diqqətlə baxsaq görərik ki, deyir ki, biz biliyi də seçirik, taksonomiya da seçirik. Homogen qarışıqları heterogen qarışıqlardan fərqləndirən əsas əlamətlər hansılardır? Sadəcə desəydi ki, homogen qarışıqlarla heterogen qarışıqları fərqləndirin, olardı anlamaq mərhələsi idrak taksonomiyasında. Anlamaq olardı. Testlərin heç birini anlamaq verilməyib. Ona görə çox rahatdır sualımızın cavabını seçmək. Amma deyək ki, fərqləndirən əsas əlamətlər hansılardır? Əsaslarını seç. Deməli, müqayisə edib hər birini ayrı-ayrılıqda ən yaxşısının əsasını seçəcəm. Bu halda olacaq artıq təhlil etmək mərhələsi idrak taksonomiyasında. Biliyin də növü məlum məsələ. Fərqləndirirəmsə, bu da olur konseptual bilik. Fərqləndirmə konseptual bilik. Əsas əlamətlər isə təhlil etmə mərhələsi. Doğru cavabımız B variantı. 17-ci sual. Verilənlərdən hansı dəstə layihənin hazırlanmasının göstəricisidir? Dəstə layihənin hazırlanması deyirsə, şagirdlər öyrəndiklərini tətbiq edəcəklər. A-da deyir, müəllim şagirdlərə problemli situasiya verib çıxış yolu təkliflərini istəyir. Problemli situasiya, çıxış yolları problem həll etmədir. Ona görə də A bəndi problem həll etmə texnikasıdır. Dəstə layihənin hazırlanması deyil. Şagirdlər araşdırmalıdır gedib nəsə. Dəstə layihə necə hazırlanırdı? Şagirdlər öyrənirdilər. Müəllim şagirdlər öyrənəndən sonra onlara deyirdi ki, öyrəndiyinizlə bağlı bir layihə hazırlayın. Yəni öyrəndiklərini tətbiq edirlərsə, dəstə layihənin hazırlanması adlanırdı bu. Amma yeni bir iş görəcəklərsə bu digər təlim modelləri olacaq. A bəndi problem əsaslıdır. B. Müəllim şagirdlərə dəniz canlılarının qorunması ilə bağlı layihə hazırlamağı tapşırdı. Burada da müəllim sırf mövzunu verdi, dedi gedin layihə hazırlayın. Özləri hazırlayacaqlar. Keçib sonra verib deyə bir şey yoxdur. Ona görə buna biz layihə əsaslı öyrənmə deyə bilərik. C. Yəni dəstə layihənin hazırlanması deyil, B bəndi layihə əsaslı öyrənmədir. Bunu mən sizə keçmişəm, bilirsiniz ki, layihə əsaslı öyrənmə ilə dəstə layihənin hazırlanmasının fərqi nədir? C. Müəllim dərsə başlamazdan öncə şagirdlərə açıq sual verib onları araşdırmaya sövq etdi. Açıq sual araşdırma, sorğu araşdırma deyə bilərik biz buna. C-ni də sildik. Müəllim dərsə başlamazdan öncə şagirdlərə əvvəlki mövzuyla bağlı qısa sual cavab etdi. Birbaşa təlim modelidir. Köhnə dərslə əlaqələndirmək. D-ni də sildik. E bəndi. Deyir müəllim, xanlıqlar mövzusunu keçdikdən sonra bu qədər cavabımız məlumdur. Əgər müəllim bir mövzunu keçib daha sonra uşaqlar bu mövzu üzərindən bir layihə hazırlayın deyirsə, bu dəstə layihənin hazırlanması adlanır. Müəllim deyir, xanlıqlar mövzusu keçdikdən sonra şagirdlərə xanlıqların birliyi adlı layihə hazırlamağı tapşırdı. Bu da oldu dəstə layihənin hazırlanması. Cavab E bəndi. 18. Müəllim şagirdlərə ev tapşırığı olaraq məktəbdə keçirdiyim bir gün adlı ess yazmağı tapşırdı. Daha sonra şagirdlərin yazılarını yoxladıqda gördü ki, şagirdlərdən biri yazıb. Mən məktəbə gəlmək istəmirəm. Yoldaşlarım məni başa düşmür. Onlar mənimlə zarafat etdiyini düşünür. Ancaq bu belə deyil. Onların hərəkəti mənə pis təsir edir. Məlum məsələ ortada nə var? Ortada əlbəttə ki, bir bullying var və düşünülməmiş bir bullyingdir. Bu yoldaşları eləyir bunu. Şagird də incinir və yoldaşları edirsə sosial bullying də deyə bilərik hətta.
Onların hərəkəti mənə pis təsir edir. Yazını oxuyan müəllim problemi aradan qaldırmaq üçün hansı addım atsa daha doğru olar? Baxın, problemi aradan qaldırmaq üçün deyir hansı addım atsa daha yaxşı olar. A-da deyir ki, yazının sahibi olan şagirdlə fərdi söhbət etməli, şagirdlərin nə etdiyini soruşmalıdır. Onsuz da şagird orada açıq aydın deyir ki, nə edirlər mənə qarşı. Yəni bunu onsuz da şagird deyir. Bu halda ondan təzədən bunu soruşmağın mənası yoxdur. Biz qarşısını almaq üçün bir şey axtarırıq. A-nı sildik. Digər şagirdlərlə söhbət aparıb baş vermiş hadisənin qarşısını almalıdır. Digər şagirdlərlə söhbət aparmaqdansa, onlar arasında münasibəti tənzimləmək üçün bir strategiya düşünmək lazımdır. B bəndi də yanlışdır. Bir daha sinifdə psixoloqun anonim sorğu aparmasını təmin etməlidir. Onsuz da şagird bunu yazıb essedə. Esse yazmaq da, anonim sorğu da hamısı bullyingin müəyyən olunma yollarıdır. Esse ilə artıq müəyyən olundusa bullyingun olduğu, daha biz təzədən anonim sorğunu keçirməyimiz onun qarşısını almaq üçün tədbir deyil axı. Yəni esse yazmaq da müəyyənləşdirmək üçün yoldur bullyingi. Sonra anonim sorğu da müəyyənləşdirmək üçündür. Esse ilə müəyyənləşdirmişik. Təzədən anonim sorğunu keçirmək mənasızdır. İkisindən birini edə bilirik də biz yəni. D-də deyir, yəni o qarşısını alma yolu deyil. D bəndi müəyyən etmə yoludur bullyingi. Buzquran strategiyasını istifadə etməlidir. Bəli, D bəndi doğru cavabdır. Niyə? Çünki biz demişik ki, buzquran strategiyası bullyingin qarşısını alma yollarından biridir. Başqa hansı yollar vardı? Mənəvi dəyərləri formalaşdırmaq, emosional zəkanı inkişaf etdirmək, valideynlərlə söhbət aparmaq və s. Deməli, buzquran strategiyasından istifadə etməlidir. Ən doğru cavabdır. Cavab D bəndi. Buzquran nədir? Buzquran uşaqlar arasında münasibəti tənzimləyən bir strategiyadır. Onlar bir-birini tanıyır, münasibətləri yaranır. Müəllim elə bir şərait qurur ki, uşaqlar bir-birinə qarşı hörmətçil olsun, bir-birinə qarşı nəzakətli olsun və s. E-də deyir ki, bütün siniflə profilaktik söhbət aparmalıdır. Yəni, nə ehtiyac var ki, bütün sinif profilaktik söhbət aparaq? Birinci uşaqlar arasında olan bullyingi aradan qaldırmağa çalışaq. Onlar bir-birini tanısın. Ondan sonra profilaktik söhbətləri hardasa apara bilərik, amma sonraki addımımızdır. 19 və 20-ci suallara baxaq. 19-da deyir, sinif otağına gələn məktəbin direktoru şagirdlərə sual verir. Sual həm çətinlik dərəcəsinə görə ağır, həm də şagirdlərin potensialından yüksək idi. Buna görə sual şagirdlərə ağır gəldi və onlar stres yaşadı. Bir daha belə bir problem baş verməmək üçün müəllim nə etməlidir? Məktəbin direktorla danışmalıdır. Yox, təbii ki. Şagirdlərlə psixoloji söhbət aparmalıdır. Şu an psixoloji problemi yoxdur. Öyrənmə mühitini səmərəli təşkil etməlidir. Yəni, öyrənmə mühiti səmərəsizdirmi? Onunla bağlı heç nə deyə bilmərik. Yanlışdır. Sinifdə dəstəkləyici mühitin tələblərinə əməl etməlidir. Müəllim dəstəkləyici mühiti pozubmu? Görmürük. Müəllim şagirdlərə səhv etməkdən qorxmamalı olduqlarını izah etməlidir. Bəli, ən doğru yanaşma budur. Yəni, potensialınızdan yüksək sualdır. Səhv cavab verdiniz. Heç nə olmaz. Nə olacaq ki? Yəni də sizdən əgər çətin bir sualdırsa sizin üçün səhv eləməyiniz də normal bir haldır. Əsas odur ki, öyrənəcəksiniz. Deməli, cavab E bəndi. Şagirdlərə səhv etməkdən qorxmamalı olduqlarını izah etməlidir. Bəli. 20-ci və sonuncu sualımıza gəlin, baxaq. Deyir ki, Emil oxumağı sevdiyi üçün müəllim tərəfindən sevilir. Ancaq İlkin oxumadığı üçün müəllim ona fərqli yanaşırdı. Müəllimin yol verdiyi yanlışı müəyyən edin. Məlum məsələ, müəllim inklüzivliyi pozur burada. Bərabər imkanları da pozur, düzgün yanaşma göstərmir. Şagirdlər akademik göstəricilərinə görə yanaşma. Aha, bəli, elə cavab A bəndi. Deyir, Emil oxumağı sevdiyi üçün müəllim onu çox istəyir. İlkin oxumadığı üçünsə müəllim ona fərqli yanaşır. Yəni də çox istəmir bir sevgi vermir yəqin ki. Müəllimin yol verdiyi yanaşma budur ki, səhv budur ki, uşaqlara akademik göstəricilərinə görə yanaşır. Və biz deyirik ki, sadəcə şagirdlərin akademik göstəricilərinə görə onlara dəyər vermək lazım deyil. Hətta inklüziv təhsili keçəndə biz belə bir fikir irəli sürmüşdük ki, insanın dəyəri onun nailiyyət və qabiliyyətlərindən asılı deyildir. Ola bilər, bu şagird oxumayan şagirddir. Amma ona biz nə qədər sevgisizlik, diqqətsizlik göstərsək, o bir o qədər bizim dərsimizi pozacaq. Bir o qədər maneəçilik törədəcək. Bir o qədər də geriyə gedəcək. Amma biz ona da sevgi, diqqət göstərsək, zamanla onu da digərlər sırasına qata bilərik. Buna görə ən gözəl yanaşma ilə budur və A bəndi burada müəllimin səhvini tam aydın şəkildə göstərir. Digər variantlara baxaq. Şagirdlər öz potensiallarına görə yanaşma. Bizdə deyir ki, müəllimin səhvi nədir? Müəllimin yanlışı nədir? A bəndi müəllimin yanlışıdır. B bəndi isə müəllimin etmədiyidir. Yəni müəllim onların öz potensialına görə yanaşmalıdırmı? Bəli, yanaşmalıdır. Amma müəllimin səhvi onlara fərq qoymaqdır. Potensialına görə yanaşma deyil, fərq qoyur. Akademik nəticəsinə görə onlara dəyər verir. Buna görə B bəndi yanlışdır. Ən doğru cavab A bəndidir. Şagirdləri müqayisə etmək.
Burada müəllim müqayisə etdimi şagirdləri? Yox, etmədi. Sadəcə birini digərindən üstün tutdu. Özü üçün üstün tutdu. Müqayisə etmədi. Bu da yanlışdır. Şagirdlər arasında şəxsiyyətə görə fərq yaratmaq. Şəxsiyyətə görə fərq yaratmadı. Akademik nəticəsinə görə yaratdı. Deyə də yanlışdır. Şagirdlərin hər birinə fərd kimi yanaşmaq, fərd kimi yanaşmadı. Yanaşsaydı bu problem də ortaya çıxmazdı. Ona görə E bəndi də yanlışdır. Cavab A bəndi. Belə müəllimlər, sınaq 27-ni işləyərsiniz. Növbəti dərsimizdə bunun da izahını tam şəkildə sizə göndərəcəm. Hər birinizə uğurlar arzu edirəm. Hansı sualda yenə sizə nəsə qaranlıq qalsa, sınaq 26-dan qrupa atıb izahını bizdən ala bilərsiniz. Uğurlar arzu edirəm.